Qan davası. Bu ifadəni ya filmlərdən eşidirik, ya da qonşu Türkiyənin bəzi bölgələrindən verilən xəbərlərdən. Ötən həftə isə həmvətənlimiz atalarımızın dediyinə məhəl qoymadan qanı su ilə yox, qanı qan ilə yumağa üstünlük verdi. Biz isə mövzunu araşdırdıq ki, başqaları baxıb nəticə çıxarsın. Onun atası elə biraz bundan əvvəl mənim qardaşım elə ki, bıçağı belə arxaya baxanda qəfillə düz boğazından vurdu. Qardaşım elə qucağında keçindi. Yəni ondan sonra aramızda belə də xoşaşanmaz bir şey oldu. Öldürəcəm, mən də vuracam da, yəni ya öləcək, ya ölməyəcək. Axırı vuracam. Qan davası deyəndə indi belə çıxırdı. 21 yaşlı Kamil Fərəcovun qətlə yetirdiyi şəxs 3 gün əvvəl 20 yaş tamam olan, Türkiyədə təhsil aldığı üçün bir neçə müddətə evə gələn qonşusu Yaqub Musayev olub. Gerdə qoyduğumuz həftənin əvvəli Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə zamanı Kamil Winchester markalı odlu silahdan həm də ölənin qohumunu yaralayıb. Kamil deyir, hərəkətinin motivi 2 il əvvəl öldürdüyü gəncin atası Rabil Musayevin qardaşının qətlə yetirilməsi idi. Beləliklə bir nəfər qan davası zəminində digərini öldürməklə qisasını aldı. Son 5 il yan-yana yaşayan qonşular arasında ədavētin təməli isə 2010-cu ildə qoyulur. Öldürülən gəncin anası Sevinç Məmmədova deyir, 3 il ərzində qonşularına özlərinə məxsus xətlərdən su və işıq veriblər. Günlərin bir günündə isə Sevinç xanımın həyətində yuduğu yunun kirkli suyunun qonşunun həyətinə keçməsi ilə ədavætin əsası qoyulur. Bu vaxt qonşular arasında yaranan mübahisə bunları küsülü salır. Qonşular arasında mübahisə bıçaqlanmaya gətirib çıxarır. Nəticədə Sevinç xanımın həyat yoldaşı Rabil Musayev yaralanır. Onun qonşuna yetirdiyi bıçaq zərbəsi nəticəsində çoxlu qan itirən Kamil Fərəcovun qardaşı isə xəstəxanada dünyasını dəyişir. Hadisədən sonra bu ərazidən köçən qonşuların 2 ildən çox bir müddət ərzində qisas planı hazırladığını deyən öldürülən gəncin anası hüquq çərçivəsində onların cəzalandırılmasını istəyir. Bu da layiqincə cəzasını almalıdır, oğlanlar da layiqin cəzasını almalıdır, arvadı da layiqincə cəzasını almalıdır. Başda da bu planı planlaşdırılmış, eləmiş atası da layiqincə cəzasını almalıdır. Əgər mən qisas almaq fikrim olsaydı, mən evladımı meydin ortada götürərdim. Evlad da fərqi yoxdur ki, oğul qız, elə deyil. Mən qisasımı onun qızından alardım. Onun uşaqlarından yox, qisasımı onun qızından alardım. Almadım ki. Bununla belə müasir Azərbaycan tarixində qan davası istər qonşu Türkiyə və Şimali Qafqaz Respublikaları, istərsə ərəb ölkələri ilə müqayisədə az rast gəlinir. Öldürülən şəxsin ailəsi istər qatili, yaxud da onun ailə üzvlərindən birini öldürərək qisasını alır və necə deyirlər, qan yuyulmuş olur. Günahın və məsuliyyətin münaqişə tərəflərin bir-birinin üstünə atması isə qisasın alınmasını daha da asanlaşdırır. Psixologlar deyir, bu kimi ədavətlərin qızışması və ya sönməsində əsas amil ailə və orada verilən tərbiyədir. Psixoloq Aytan Əliyevan sözlərinə görə bugün sosiallaşma kifayət qədər artıb və insanların davranışlarında sosial amillər daha çox rol oynamağa başlayır. Bunun da kökündə nə durur? Valideynlərin övladlara psixoloji aşılamaları, ailənin psixoloji durumu, yalnız özlərinə, ata, ana, nəsil, kök və onların köklərinə, bunlara dəyər verib, uşağı da belə böyüdürlərsə, psixoloji cəhətdən uşağı egoist kimi, egosunun yüksək olması kimi dəyərləndirirlərsə, bu təbii ki, gələcəkdə o uşağın öz yaşıtları ilə də ünsiyyəti çatışmamazlığına gətirib çıxardacaq. Hüquqşünaslar da qan davasının ibtidai icma dövründən qalma və talyon prinsipinə əsaslandığını deyirlər. Prinsipin mahiyyəti isə ondadır ki, sənə qarşı nə ediblərsə, sən də ona qarşı analoji hərəkət et. Hüquqşünas Müzəffər Baxışov hazırki cinayət məcəlləsində qan davasını tövsif edən maddənin olmadığını deyir. Halbuki qonşu Rusiyanın cinayət məcəlləsini misal gətirən hüquqşünas orada bu qəbilədən olan cinayətlərin ağırlaşdırıcı hal kimi nəzərə tutulduğunu deyir. Bu qəbildən törədilən əməllərin daha düzgün tövsif edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci maddəsində milli, irqi, dini ədavət və ya düşmənçilik zəminində və ya qan intiqamı zəminində qəsdən adam öldürmək kimi bir ifadə əlavə olunmalıdır və belə olduğu halda bu qəbildən törədilən cinayətlərin tövsifində problemlər yaranmayacaqdır. Şimali Qafqazda hazırda aktual olan qan davasının qarşısını Sovet dönəmində almağa müvəffəq olmuşdular. Cinayət məcəlləsində barışıqdan yayınmağa görə 2 illədək həbs cəzası nəzərdə tutan maddə var idi.
Bundan əlavə Dağıstan və Çiçənistan kimi respublikalarda hətta qan düşmənlərini barışdıran yerli ağsaqqal və partiya üzvlərindən ibarət komissiyalar mövcud idi. Qonşu Türkiyənin kənd yerlərində indiyənərək qan davası aktualdır. Bu ölkənin televiziya kanallarında bunun qarşısını almaq üçün maarifləndirici filmlər çəkilir. Bu filmlərdəki fəlsəfə mentalitetdən insanların beynində kök salmış bəzi cəhətləri ya ortadan götürməyə, ya da mentaliteti müəyyən qədər dəyişməyə xidmət edir. Avropa ölkələrində orta əsrlərdə geniş yayılan qan davalarına indi daha çox İtalyan cənubunda rast gəlmək olar. Vendetta adı ilə məşhur olan bu cinayətlər adətən mafioz dairələrə aid ailələr arasında baş verir. Əlbəttə, indiki cəmiyyət 20-30 il bundan qabaqki cəmiyyətdən çox fərqlənir. Texnologiyaların inkişafı, internet və informasiyanın asanlıqla əldə olması, bütün bunlar bizim gündəlik həyatımızı dəyişir. Lakin geridə qoyduğumuz həftənin birinci günü məhz burada qan davası zəminində cinayət törədənlər motivlərin hansı olmasından asılı olmayaraq unutmalı deyirlər ki, onları digərlərin canını almağa heç kəs ixtiyar verməyib. İsmail Fətəliyev, Altun Mehdiyev, Namiq Abdullayev, Elnur Abbasov. Hər həftə